Azərbaycanda heyvanların daşınması ilə bağlı yeni qaydalar ət qiymətinə təsir edəcəkmi? Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi bildirib ki, heyvanların daşınması ilə bağlı yeni qaydalar yalnız ölkəyə ithal olunan heyvanlara aiddir. Bu tələblər ölkə daxilində heyvan daşımalarına şamil edilmir. Aktanın nümayəndəsi Qalib Abdüləliyev deyib ki, ölkə daxilində istifadə olunan nəqliyyat vasitələri də heyvanların fizioloji tələbatlarına uyğun olmalıdır. Amma dəyişiklik məhsul qiymətlərinin artmasına və yaxud da çatışmazlığa səbəb olmamalıdır. Onun sözlərinə görə son vaxtlar ölkəyə yoluxucu heyvan xəstəliklərinin daxil olmasının da qarşısını almaq üçün sərhəd məntəqələrində baytarlıq nəzarəti də gücləndirilib. Gürcüstanla sərhəddə yerləşən Qırmızı Körpü keçid məntəqəsində xüsusi baytarlıq nəzarət məntəqəsi fəaliyyət göstərir. Akta burada heyvanları müayinədən keçirir, lazımı gəldikdə laborator analizlər aparılır. Xəstə heyvanlar gəldikləri ölkələrə geri qaytarılır və akta bildirir ki, heyvanlar yalnız beynəlxalq standartlara cavab verən xüsusi nəqliyyat vasitələri ilə daşınmalıdır. Sahibkarların isə bu qaydalara uyğunlaşması üçün bu ilin sonuna qədər keçid dövrü nəzərdə tutulur. 2027-ci il yanvarın 1-dən etibarən isə ölkəyə idxal olunan bütün heyvanlar yalnız Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının tələblərinə uyğun ixtisaslaşdırılmış nəqliyyat vasitələri ilə daşınacaq. Keçid dövrünə 2027-ci il yanvarın 1-dən heyvanların uyğunlaşdırılmış vasitələrdə daşınmasına icazə veriləcək. Bu zaman maksimum yükləmə norması iri buynuzlu heyvanlar üçün 60 baş, xırda buynuzlu heyvanlar üçün isə 150 baş nəzərdə tutulub.